Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 26-sından 27-sinə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq, arabir leysan xarakterli olacaq, güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, temperatur gecə 14-16, gündüz 18-20 dərəcə isti, atmosfer təzyiqi isə 763 mm civə sütun olacaq. Naxçıvanda da səhər saatlarından başlayaraq arabir yağış yağacaq. Temperatur 17-19 dərəcə isti olacaq. Bir çox rayonlarda yağıntı ehtimalı olmasa da gecə bəzi şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı yerlərdə leysan olacaq. Dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq, bəzi yerlərdə duman ehtimalı var. Qərb küləyi gecə və səhər güclənəcək. Temperatur gecə 12-17, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.